ayında imsak və iftar vaxtı qəbul edəcəyiniz qidalar çox önəmlidir ki, məhz sağlam qidalar olsun, səhhətimizdə bir sıra problemləri əmələ gətirməyən qidalar olsun. Bunlar nədir? Məsələn, bir çox insanlar düşünürlər ki, orucluq ayında yəqin ki, yetər ki, sadəcə qidalanır, çünki gün ərzində ac qalırıq, bir imsak və iftar vaxtı verilən fürsətdən faydalanır. O zaman nə gəlirlər, bəzən onları toxutacaq hər şey deyirlər, amma bu belə deyil. Demək ki, biz elə bir qidalar seçməliyik ki, gün ərzində bizi tox tutar və bizim vacib vitamin, mikroelement, antioksidantlar olan ehtiyacımızı ödəyər ki, biz orucluqdan sonra xəstələnməyək, immun sistemimiz aşağı düşməsin ki, adətən bu hallar baş verir. Oruc tuturlar, sonra deyirlər ki, bir təhər orucu qutardım, əzgin düşdüm, əhval-ruhiyyə aşağı düşdü və s. Demək ki, bunlar olmaması üçün seçəcəyimiz qidalara fikir verək. Bu nədir? İmsak vaxtı şirniyyatlar, hazır paketləşmiş qidalar və s.dən istifadə etmirik. Bəziləri tez hazırlansın deyə hazır makaronlar ilə istifadə edirlər. Olmaz. Biz nə seçirik? Məhz yumurtadan ibarət ki, faydalı proteindir. Bir sıra omlet növü var. Kələmlə omlet edib yeyə bilərik, pomidorla bilirlər, göyərti ilə kükü bizim milli yeməyimizdir. Lobya ilə baxın, omlet edib yeyə bilərik ki, bu həm proteindir, bitki tərkibli proteindir və doğrudan da proteinlə imsakı başlasaq, o gün ərzində sizəcək ki, heç acımırıq, toxuq iftara gedər. Və bu zaman, əgər çox acımamışıqsa, iftar vaxtı da bir bəsin qrupundan qidalanıb doya bilirik. Halbuki bəzi insanlar imsakı ya etməyənlər və yaxud da səhv qidalananlar iftar vaxtı doya bilmirlər. Ona kifayət qədər ardıcıl qida qəbul edirlər ki, iftar vaxtı bir də baxırsan ki, sən insanlar səhərə qədər yemək edirlər ki, bu ciddi səhvdir və bundan sonra bəzən Ramazan sonrası kökəlmək, diskriptik əlamətlərin ortalığa çıxması, səhhətində problemlər kimi hallarda görürük ki, bizə müraciət edirlər, həkimlər gəlirlər. O zaman mənim ilk dediyim söz bu olur ki, demək ki, siz Ramazan ayında doğru orucluq bəslənməsi etməlisiniz ki, bu hadisə, bu hal doğrudan mövcuddur, doğru bəslənmə şəkli var. Məsələn, digər məsələdir ki, bizim orucluq xurması dediyimiz xurmanı doğru bildiyimiz yanlışı, insanlar düşünür ki, bunu yalnız iftarda bir qanunlanmışlıq var və mütləq iftarı bununla açmalıyam. Halbuki, sən bunu daha çox imsak yeməyidir. İmsakda biz xurmanı 3-4 ədəd, maksimum enerjiya, çox xərcləyən insanlar bir oruca qədər yeyə bilərlər, o zamanki o imsakdır. Çünki onda kifayət qədər kalorisi var, amma bizi səhər yesə iştiyyatı olan ehtiyacımızı ödəyəcək, bizi gün ərzində tox tuta biləcək, vacib vitaminləri olan ehtiyacımızı ödəyəcək və s. Ki, imsakda qəbul etsək, o zaman axşam biz sadəcə proteinli, ət yeməyi, paxlalılardan ibarət bir yemək yeyib doya biləcəyik. Və üçüncü məsələ mayedir ki, maye olan ehtiyacımız mütləq elə imsak vaxtı ödənməlidir ki, biz gün ərzində susuz qalmayaq və insanlar bəzən susuzluğun acılığı da səbəb salırlar. Gün ərzində daha çox biz suya ehtiyacımız var və iftar vaxtı da bir, deyək ki, qida vaxtında bir dəfə oturma nə qədər su içə bilərlər? 1-2 stəkan içməklə ki, bəzən bu çaydır, su da deyil. Yenə ciddi səhvdir. O zaman əslində olan yemək yeyərək o gün ərzində olan susuzluğu sanki bastırmasıdır. Halbuki bədənin daha çox suya ehtiyacı var. O yüzdən də biz səhər imsakında 5-6 stəkan həcmdə su içməliyik. Baxın, bu mütləqdir və onu necə edəcək? O zaman ilk 30 dəqiqə ərzində hissəli şəkildə su içirik. Bunun içərisində alma sirkəsi az dozada, yarım çay qaşıq həcmində ola bilər, bəzən limon 1-2 damcısı ola bilər ki, bu nəinki dadlandırır sizi suyu içməyi sevdirəcək və eyni zamanda bizim orqanizmin pH səviyyəsini balanslaşdıracaq ki, bu zamanda biz əslində orucluq ayı nəyə görə lazım idi? Orqanizmin saflaşması, niyyətlərinin saflaşması idisə, bəli, biz bu şəkildə edəndə doğrudan orqanizm saflaşır, detoks effekti baş verir, hüceyrələrimiz yenilənir və otofajiya prosesi söz məsələsində baş verir. Bəs bir də iftarda necə qidalanmalı? Bəzən insanlar ac qalır və iftarda necə gəlirlər ki, biz ac qalmışıq. Və iftar vaxtında əslində 3 hissəli qidalanma planı var. Bu nədir? Birinci, supla mütləq açmalıyıq. Bu, bizim bəzən insanlar səhv salır, 1-2 sup reseptidirlər. Halbuki çeşidlərlə sup edə bilirik. Baxın, kələmli suplar var, göbələkli sup var, kərəvəzli sup var, ispanaqlı sup var. Yəni, bütün tərəvəz növlərindən bir sıra suplar hazırlaya bilərsiniz. Sup qəbul etdik. İkinci, yəni pilləri isə yəni bunu tələsmədən, çeynəyərək ilk 1 saat ərzində etməliyik ki, demək, supdan sonra ardıcılığı nədir? Əsas ana yemək, isti yemək. Bu isti yemək dediyimiz ət və
doğru karbohidratlar olmalıdır. Bu çörəyi aşırı dərəcədə istifadə etmək deyil. Burada qarabaşaq, kinoya, düyü ola bilir, bulgur və s. ilə ətlər, çörək ilə deyil və ya tərəvəzlərlə ətlər. Ki biz bu şəkildə yesək əslində doyacağıq ki, bu da nə gözəl. Demək ki, bizim istədiyimizə, saflaşmağa nail ola bilir ki, orucluq ayının hikməti də budur. Və bu doğru olanda bir aydan sonra biz heç bir şəkildə orqanizmin ziyan çəkdiyini görməyəcəyik, əgər doğru etmişiksə. Və ardıcılda bəzən insanların şirniyyata çox böyük ehtiyacı var. Aydın məsələdir. Gün ərzində şəkər, ac qalda şəkər düşür, hipoglikemik vəziyyətdir bu və bir təhər gözləyirlər, iftarı vaxtı gəldi, mütləq onlar şirniyyat istəyirlər ki, bunu nə şəkildə edə bilərik? Yemək yeyib, yeməkdən sonraki yarım saat ərzində südlü şirniyyatlara üstünlük verək. Bu nədir? Südlü pudinglər ola bilər, kakaolu ola bilər və meyvələr. Yeməkdən sonra meyvə qəbul olunsun və bir də çərəzlər, quru meyvələr də qəbul olunsa biz bu şirniyyata olan ehtiyacımızı ödəmiş olacağıq.